Uşaqlar, gəlin bugün yerin süni peykləri başlığındakı testlərimizə baxaq. Başlayaq birinci sualımızdan. Nə deyir bizim üçün? Deyir ki, radiusu R, kütləsi M olan planetin səthi yaxınlığında birinci kosmik sürət hansı ifadə ilə təyin olunur? Yəni, səthi yaxınlığında nə deyir bizim üçün? Səthdir. Səthdə də birinci kosmik sürətin düsturu nə idi uşaqlar? V bərabər idi. Kök altında JM bölünsün R. İndi 2-də də deyir ki, səthdən müəyyən hündürlükdədir. Onda da düsturumuz nə olurdu? Kök altında JM bölünsün R plus H şəklində, yəni Y variantı. İndi üçüncü sualımıza baxaq. Üçüncü sualda nə deyir bizim üçün? Deyir ki, birinci kosmik sürətin yer səthindən olan hündürlükdən asılılıq qrafiki verilib. A nöqtəsinə uyğun hündürlüyü hesablayın. Yəni, A nöqtəsinə uyğun bizim müəyyən hündürlükdəki kosmik sürətimizin qiymətidir. Onda 8 nədir? Əlbəttə ki, 8 səthdəki kosmik sürətin qiyməti olacaq. İndi gəlin baxaq. Deməli, səthdəki kosmik sürətimiz 8-dir. Səthdə də kosmik sürətin düsturu nə idi? Kök altında JM bölünsün R idi. Müəyyən hündürlükdəki kosmik sürətimizin qiymətini verib bizə neçə? 4. Onda düstur nə idi? Əlbəttə ki, J vurulsun, M bölünsün R plus H. İndi biz hündürlüyü tapmaq üçün bu iki ifadəni tərəf-tərəfə bölüb naməlumunu çıxaracaq. Deməli, gəlin bunun indeksinə səthdəkini göstərmək üçün 0 yazaq. Bu isə olduğu kimi qalsın. Səthdəki kosmik sürəti bölürəm müəyyən hündürlükdəki kosmik sürətə. İndi tərəf-tərəfə böləndə gördüyünüz kimi birinci düsturda da, ikinci düsturda da sağ tərəf kök altındadır. Ona görə sağı ümumilikdə kökə alırıq. İndi bir digər tərəfdən uşaqlar. Tərəf-tərəfə böləndə J gravitasiya sabitidir. Onsuz da ixtisar gedəcək, sabitdir. Həmçinin eyni planetdən söhbət getdiyi üçün bizim planetimizin kütləsi də ixtisar gedəcək. Fərqli olan nədir? Məsafələrimiz. Məsafədən də kosmik sürət necə asılıdır? Tərs asılı. Müəyyən hündürlüyə uyğun məsafə R plus H idi, o qalxacaq sürətə. Səthdəki isə R idi. İndi səthdəki kosmik sürətdədirsə ona uyğun məsafə düşdü məxrəcə. İndi gətirib bütün qiymətləri yerinə qoyaq. Səthddə kosmik sürət 8, müəyyən hündürlükdə 4. İndi R plus H bölünsün R kök altında, bu isə naməlum kimi qaldı öz yerində. İxtisar getdi, qaldı 2 bərabərdir. Kök altında R plus H bölünsün R-ə. Kökdən çıxsın deyə kvadratı yüksəldək. 4 bərabər olacaq. Kök altında daşı kök getdi. R plus H bölünsün R-ə. R plus H bərabər oldu 4-ə. Onda buradan da tapdıq ki, H-ımız nəyə bərabər imiş? 3-ə. Yəni biz cismi 3R hündürlüyünə nə eləmişik? Qaldırmışıq. O da hansı variantda verilib bizim üçün? D variantında verilib. İndi keçək baxaq. Gəlir bizim hansı sualımız? Dördüncü sualımız. Dördüncü sualda deyir ki, süni peyk yer ətrafında dairəvi orbit boyunca hərəkət edir. Peyk başqa orbitə keçdikdə mərkəzə qaçma təcili azalarsa, onun orbit üzrə sürəti və orbitin radiusu necə dəyişir? Uşaqlar, biz bilirik ki, bütün planetlər hansı formadadır? Kürə, çevrə. İndi əlbəttə ki, bizim buradakı hərəkətimiz necə hərəkətdir? Çevrə üzrə hərəkətdir. Onda baxırıq düsturlarımıza artıq çevrə üzrə hərəkətdə olanlardan birinə. Məsələnin şərti nə deyir? Mərkəzə qaçma təcili azalıb. Bir digər tərəfdən biz bilirik ki, süni peykdən söhbət gedirsə, yəni yerin süni peykindən söhbət gedirsə, sürət var, mütləq şəkildə. Biz sürətimizdən danışırıq, onda sürətimizi yazdıq burada. Bir digər tərəfdən məndən nə istəyir uşaqlar? Radiusun, həmçinin sürətin necə dəyişməsini. İndi çevrədən, kürədən, əlbəttə ki, planetdən söhbət gedirsə, radius var. Desə də, deməsə də bunu da bilməliyik. Bunların hamısının birgə iştirak etdiyi düstur nə idi? A bərabər idi, V kvadratı bölünsün R-dir. İndi təcilin azalması ilə bizim kosmik sürətimiz yaxud sürətimiz nə edəcək? Azalacaq. Çünki gördüyünüz kimi düz asılıdır. İndi bu düsturu yenə bir də yazıram. A bərabərdir, V kvadratı bölünsün R. İndi təcilin azalması ilə bəs radius nə edəcək? Radius artacaq. Çünki gördüyünüz kimi necə asılıdır? Tərs asılı. Yəni bizim burada diqqət edirik. Sürətimiz azaldı, radiusumuz artdı. Onda hansı variantı verilib bizim üçün? Azalar artar, Y variantında. İndi uşaqlar, gəlin keçək baxaq 5-ci sualımıza. 5-də nə deyir bizim üçün? Deyir ki, süni peyk yer ətrafında dairəvi orbit boyunca hərəkət edir. Peyk başqa o dairəvi orbitə keçdikdə mərkəzə qaçma təcili azalarsa, sürət və yer ətrafında fırlanma periodu necə dəyişir? Yəni, eyni şeydir. Gördüyünüz kimi sürət qismi dəyişmir. Sadəcə periyodda nəyə baxırıq? İndi mənə elə bir düstur lazımdır ki, təcilin, periodun, radiusun birgə iştirak etdiyi. O da əlbəttə ki, hansı düstur idi? A bərabər idi 4 pi kvadratı.
bölünsün t kvadratı vurulsun r idi. İndi mərkəzə qaçma təcili nə deyir bizə? Azalar. Mərkəzə qaçma təcili azalan yerdir. Periyod onunla tərs aslı olduğu üçün nə edəcək? Artacaq sürət qeyd etdiyim kimi bayaq tapdığımız ifadədir. Nə etmişdi? Azalmışdı. İndi periyod artar, sürət azalar. Onu da hansı variantda verib bizim üçün? Onu da bizə A variantında qeyd edib. İndi keçək baxaq 6-cı sualımıza. 6-cı sualda deyir ki, artıq mərkəzə qaçma təcili nə edir? Artır. Mərkəzə qaçma təcili artan yerdə A bərabərdir V kvadratı bölünsün nədir? Düsturumuz R-dir. Təcil artsa sürət də artacaq. Periyodun düsturu A bərabər idi. 4pi kvadratı bölünsün. T kvadratı vur R-dən gəlib çıxırdıq. Daha doğrusu periyodun qiymətini. İndi mərkəzə qaçma təcili artan yerdə periyod nə edəcək? Azalacaq. Yəni sürət artar. Periyod azalar. Onu da harda verib bizim üçün? Yenə Y variantında qeyd edib. İndi gəlin baxaq 7-ci sualımıza. 7-də nə deyir bizim üçün? Deyir ki, cismi H bərabərdir 3R hündürlükdə V sürəti ilə üfüqi istiqamətdə atdıqda süni peykə çevrildi. Bu cismi planetin səthindən 15R hündürlükdə üfüqi istiqamətdə atdıqda yenə hansı sürətə artıq sahib olacaq ki, süni peykə çevrilə bilsin? İndi uşaqlar, gəlin baxaq, müəyyən hündürlükdən söhbət gedir, həmçinin bir digər tərəfdən süni peykdən söhbət gedir. Biz bilirik ki, süni peykə çevrilməsi üçün birinci kosmik sürətə malik olmalıyam. Birinci kosmik sürətin də düsturu nə idi? Özü müəyyən hündürlükdə. Kök altında J vurulsun, M bölünsün, R plus H. Birinci hündürlüyü bizə nə vermişdi? 3R. Gətirib yerinə qoyuruq onda. Kök altında J vurulsun, M bölünsün, R plus 3R. Onda bu da bizə nə verəcək? Məxrəc 4-dür. İndi 4 də kökdən necə çıxır? Əlbəttə ki 2 kimi. İndi məxrəcdə olduğu üçün 2-də 1 olacaq. 2-də 1 kök altında J-M bölünsün R-dir. İndi bir digər tərəfdən baxırıq ki, hündürlük dəyişdi. Və bu ifadəni də uşaqlar qeyd edim. Bu ifadənin qiymətini bizə nə vermişdi? 1V. Baxın, H bərabərdir 3R. Sürət də nədir? 1V-dir. İndi hündürlüyümüz neçədir artıq? 15R. Onda birinci kosmik sürət bərabərdir. Yenə kök altında J-M bölünsün R plus H-a görə J-M bölünsün R plus neçə olacaq? 15R. İndi məxrəc verdi 16R. O da kökdən necə çıxır? 4-də 1 kimi. Onda 4-də 1 vurulsun. Kök altında J-M bölünsün R nəticəsinə gəlib çıxdıq. İndi bunu bayaqkıyla əlaqələndirmək üçün necə yazıram uşaqlar? Yəni, bax, belə yazaq. Bunu 2 vurulsun. 2 sürətdə də bir işimiz yoxdur. Vurulsun kök altında J-M bölünsün nəyə? R-ə. Deməli, biz bilirik ki, 2-də 1 vurulsun kök altında J-M bölünsün R bizə 1V-ni verir. Onu da əvəzləmə apardıq, qaldı nə? V bölünsün 2. Yəni, 15R hündürlüyə qaldıranda sahib olduğumuz sürət nə olacaq? V bölü 2. Onu da bizə hansı variantda qeyd edib? Onu da bizə D variantında qeyd edib. İndi gəlin baxaq 8-ci sualımıza. 8-də nə deyir bizə uşaqlar? Deyir ki, Marsın radiusu 3400 km, sıxlığı 4 vur 10 üstü 3 kilogram böl metr kubudur. Marsın səthində birinci kosmik sürəti hesablayın. Mən bilirəm səthdə kosmik sürətin düsturu nə idi? Kök altında J-M bölünsün R-ə. İndi baxırıq ki, söhbət sıxlıqdan gedir, söhbət radiusdan gedir. Onda sıxlığı hansından əvəzləyə bilərəm? Radiusun qiyməti var. Nəyə ehtiyac var ki, əvəzləməyə? J sabitdir. Onda əvəzləməni biz ancaq harda apara bilərik? Kütlədə. Kütlənin sıxlıqdan olan düsturu nə idi? Rho-V. Gətirib yazırıq onda. Kök altında J vurulsun, Rho vurulsun, V bölünsün R-ə. İndi biz bilirik ki, planet nə formadadır? Kürə. Kürənin də həcmi nə idi? 3-də 4 pi kubu. Gətirib yerinə qoyanda olacaq onda nə? Deməli, birinci kosmik sürət kök altını bərabərdir. Kök altında J vurulsun, Rho vurulsun, 3-də 4 pi kubu deyirik. 2 dənə kəsir ola bilməz. 3 düşəcək məxrəcə. 4 pi kubu da sürətdə, məxrəcə də əvvəlcədən R var idi. İndi bu kvadratdan, daha doğrusu kubdan bu R getdi. Qalacaq kvadrat. Deməli, onda düsturumuz yekunda artıq hansı formadadır? J vurulsun. Rho vurulsun 4 pi R kvadratı bölünsün 3'ə. Bütün qiymətləri gətirib hesablayaq. Deməli, J-miz sabitdir və bu sabiti bizə verib neçə mötərəzədə? 6,25 vurulsun 10 üstü mənfi 11. Bir digər tərəfdən Rho-nu verib neçə? 4 vur 10 üstü müsbət 3. Daha sonra 4 vurulsun pi-miz 3'dür. R-i də verib 3400. Onu da yazırıq elə 3400'ün nə? Kvadratı. Buradan kökü də bir qədər uzadaq. İndi uşaqlar, məxrəcdə də nə var idi? 3 var idi. Bu 3-dən bu 3 ixtisar getdi. İndi 6,25 kökdən necə çıxır? 2,5 kimi. Çıxartdım. 2 dənə 4 var. Bunlardan da biri kökdən çıxacaq. O 3400'ün kvadratı ilə də kök bir-birini apardı. Qaldı 3400. Bir digər tərəfdən 10 üstü mənfi 11-dən 10 üstü 3 çıxanda eləyəcək. Deməli, burada neçə?
10 üstü mənfi 8. 10 üstü mənfi 8 də kökdən necə çıxır? 10 üstü mənfi 4 kimi. İndi 2,5-i 4-ə vuranda eləyəcək uşaqlar təbii ki 10. Onda V bərabərdir 10 vurulsun 3400 vur 10 üstü mənfi 4. Bu 3 müsbətdən bu 3 mənfi bir-birini apardı. Qaldı 34 vur 10 üstü mənfi 1, yəni 34 bölü 10. O da təbii ki neçə elədi onda elə? 3,4 kilometr bölünsün saniyə. Yəni bizim birinci kosmik sürətimiz elə 3,4 kilometr bölü saniyəyə bərabər imiş. İndi 9-cu sualımıza diqqət edək. 9-da isə uşaqlar eyni düsturdur. Sadəcə və sadəcə baxın, biz yekunda aldığımız bu düsturdan gətirib nə tapacağıq? Eri tapacağıq. İndi gəlin elə bax bu düstura aparaq. Bunu gözləyin, köçürüb aparaq. Deməli, indi 9-da uşaqlar V bərabərdir. Kök altında J vurulsun, rho vur, 4 pi r kvadratı bölünsün 3-dən eri tapmalıyım. Gəlin kvadratı yüksəldək ki, kök getsin. Deməli, V kvadratı bərabərdir. J vurulsun, rho vurulsun, 4 pi r kvadratı bölünsün 3 olacaq. İndi buradan eri tapanda biz bilirik ki, kvadrat olduğu üçün artıq kök gəlib meydana çıxır. İndi kökün altında olacaq. Yanaki kəmiyyətlər demişdik, necə aslıdır? Tərs aslı. Erin yanında olan J'dir, rho'dur, 4 pi'dir, düşdü məxrəcə, 3v kvadratı isə qalxdı sürətə. İndi buradan hesab kitab aparırsınız və bununla da gəlib radiusu tapa bilərsiniz.